İnşallah Allah gecindən versin, tez qismət olsun. Yaxşı sözünü, pis sözünü bilmədim. O mən də bilmədim. Hər kəsə salam dostlar, mən Orxan, siz Mototalka baxırsınız. Bu verilişdə həm motosikl sevərləri bir araya gətirib, bəzən başımıza gələn hadisələri, real təcrübələri və bəzən də gülməli anları sizlərlə bölüşəcəyik. Verilişimizin qonağını dəvət etmədən öncə videomuza like atmağı, abunə olmağı və şərh bölməsində fikirlərinizi yazmağı unutmayın. İndi isə keçək verilişimizin qonağına. Həmin insan motosikl sferasında həm danışığı, həm mədəniyyəti və həm də sürüşü ilə bir çox insanların sevgisini qazanmış İmanoğlu. Xoş gəlmisən qardaşım. Xoş günə gəlir qardaşım. Mən də ilk öncə təşəkkürümü bildirirəm ki, bu ilk verilişində məni ilk qonağın elədin. Həqiqətən mənim üçün yəni çox bir qürur verici hissdir. Təşəkkür edirəm. İmanoğlu, ilk öncə istəyərdik ki, izləyicilərimizə özünü təqdim eləyərdin. Mən Mirəliyev Anar İmanoğlu, motosiklet sürürəm və bu işi sevirəm. Möhtəşəmsən. Anar, moto sürməyə necə başladın? Qardaşım, motosiklet sürməyə bir dostumuz var idi. Allah hər kəsə elə bir dost qismət. Amin inşallah. Müzakirələrə başladıq, hardasa 2020-ci illərdə. Təxminən o vaxt olardı. Müzakirələrə başladıq, həvəsə düşdüm, getdim bir dənə moped aldım. İlk motonun onda moped olub. Bəli, moped olub, 125-lik skuteri. Ay maşallah. Moto sənin üçün hobbidir, yoxsa həyat tərzidir? Aha, çox qəşəng sualdır. Motosiklet mənim üçün həyat tərzidir. Çünki o qədər çox sevirəm ki bu işi. Ailəm də yəni mənə heyranlıqla baxır. Əvvəllər deyirlər ki, məsələn, ölümdür, sürmə falan. Anam artıq mənə maksimum dərəcədə dəstək olur. Allah bütün valideynlərin canını sağ eləsin. Amin. Hər zaman öz övladlarının uğurları ilə üzlərində gülüş yaransın inşallah. Bəli, bütün analar bilirsiniz ki, yəni buna qarşı olur, qorxurlar övladlarını itirməkdən və yaxud da şikəst qalmasından. Amma buna necə deyim, nəzərən hələ də anam dəstək olur, sağ olsun. Var olsun. Salamlayırıq buradan anamızı da. Çox sağ ol. Ana, tək sürməyi sevirsən, yoxsa qrup formasında və yaxud da şəhər içimi sənin üçün daha əlverişli sürməyi, yoxsa uzun yolları mı çıxmağı sevirsən? Qardaşım, əgər bir klassika sürsəydim, bəli, qrup sürüşlərini sevərdim. Düzdür, sportda da sürürük qrup sürüşləri, amma sportda belədir ki, biri gedir qabağa, biri qalır arxada. Ailəm dəyər bir-birinə. Ailəm dəyər bir-birinə. Amma ki, məsəl üçün klassikdə hamı orta tempdə gedir. Bəli, klassik sürsəydim, qrup sürüşlərini belə demiş, tərcih eləyərdim. Amma ki, sportda tək sürməyi sevirəm və şəhərçi sürməyi sevirəm. Çünki şəhərin içində insanları analiz eləməyi, sürücüləri analiz eləməyi daha çox sevirəm. Hə, çox gözəl. Bəs bloger olmağa necə qərar verdin? İlk kontent olaraq nə fikirləşdin? Yəni motosikl sürməyə başladığın anda. Aha. Belə deyim də, ilk R15, daha doğrusu R15-i alanda çıxdım şəhərə, başladım sürməyə. Gördüm ki, başıma yəni çox qeyri-adi hadisələr gəlir də. Sonra dedim ki, mən niyə bu işlə məşğul olmayım da? Yəni bunu necə lazımdır, kadrlara tökməliyəm. Kontent olaraq da heç nə fikirləşməmişdim. Sadəcə başıma gələnləri paylaşmışam. Yəni sırf kontent üçün heç bir kadr çəkməmişəm. Ya mənə elə gəlir ki, danışıq tərzi də çox şey həll eləyir orada, yəni. Qardaşım, danışıq tərzinə əlavə videolarda səmimilik də var. Ona görə mən fikirləşirəm ki, videolarım partlayır. Yəni sırf kontent xətrinə paylaşılan videolarda bəlli olur. Sırf səmimilik. Yəni mən həyatımdakı səmimiliyi o videolara tökmüşəm. Düzdür, yəni mən də izləyən videoları var, görürəm hər biri real videolardır. Yəni qurma videolar deyil səndə yaranan videolar. Hə. Anar, motosiklet sürmək nə qədər təhlükəlidir? Motosiklet sürmək çox təhlükəlidir. Hətta məndən soruşanda ki, mən ailəliyəm, yəni izləyicilər mənə yazır, motosiklet alım, deyirəm, soruşur ki, alım, yəni konkret bir demir ki, məsələn, motosiklet almaq istəyirəm. Ailəli adamlara qətiyyən məsləhət görmürəm. İlk öncə onu vurğulayım ki, mən də ailə qursam, artıq motosikletə yəni son verərsən. Çünki Azərbaycan hələ ki buna hazır deyil. Çünki maşın sürənlər belə deyək, kör nöqtəsinə düşə bilirik. Bəzən olur ki,
onlar motosikleti nəzərə almır. Çünki öyrəşiblər ancaq maşın psixologiyası. Haqlısan, Motosiklet indi inkişaf eləməyə başlayıb təbii olaraq. Buna görə də yəni çox təhlükəli olduğuna görə yəni kim ailəlidirsə, motosiklet almaq fikrinə düşübsə, mən bir bloger olaraq deyərəm ki, almasınlar. Çünki onu evdə gözləyən insanlar var. Onları gözlü yaşlı qoymasınlar. Nə qədər diqqətli sürsək də, nə qədər ehtiyatlı olsaq da bəzən olur ki, kimsə ehtiyatsızlıq ucbatından ən yaxşı halda qırıq və çıxıqlarla qutara bilir. Amma bəzi ailələr var ki, ailəvi olaraq motosiklet idarə edirlər. Yəni evdə hər kəs motosikl idarə edir. Yəni belə videolar yəni qarşıma çıxıb görmüşəm, yəni ailələr Türkiyədə daha çox məşhurdur belə situasiyalar. Yəni motosikl o qədər inkişaf eləyib ki, həmin ölkələrdə. Kişi də sürür, qadın da sürür, uşaq da sürür. Yəni ailənin bütün üzvləri motosiklet idarə edirlər orada. Bu vurğuladığın çox gözəl bir şeydir. Yəni belə deyək də, ailəlikcə motosiklet sürmək super bir şeydir. Amma maksimum təhlükəsiz bir şəkildə, amma Bakıda bunu təhlükəsiz eləmək qətiyyən mümkün deyil. Ən çox da gənclərdə bu məqamlara rast gəlinir. Bəs gənclər demişkən, gənclərə necə bir tövsiyə verərsən? Gənclərə o tövsiyəni verə bilərəm ki, qətiyyən kasksız sürməsinlər. Və xahişim budur ki, apatilik eləməsinlər. Təbii Çünki biz motovloger olaraq sənin də pozitiv videolarından görmüşəm. İnsanları motosikletə sevdirməyə çalışırıq və ən çox da çalışırıq ki, maşın sürənlər motosikletçilərə qarşı diqqətli olsunlar. Siz burada apatilik eləsəniz, siz burada deyək ki, maşınların yanından güzgü atsanız, yəni bu sürüş deyil. Təbii ki, kütlədə motosiklet sürənlərə qarşı aqressiya yaranacaq və beləliklə bir-birlərinin arasında ixtişaş yaranacaq. Biz çalışırıq ki, hər şeyi yüksək səviyyədə bərabər tutaq. Yəni o mənim də rastıma çıxır. Mənə deyirlər ki, da siz başımızı xarab eləmisiniz falan. Yəni belə şeylər deyirlər mənə də. Yəni mən deyirəm mən nə etmişəm mən yazdıqda. Mən normal sürüşümü sürürəm. Yəni öz yolumu tutub gedirəm, amma adımı sıxıb, bildiniz necə? Yəni belə şeylər düzdür, başımıza gəlir bizim də. Orxan qardaşımızın dediyi kimi, yəni sizə görə başqaları da əziyyət çəkir, qurunun oduna yaş da yanır. Ona görə özünüzdən əlavə başqalarını da fikirləşin. Yəni siz də öz canınızı düşünün. İlk hər şeydən öncə sizin də evdə gözləyən bir valideynləriniz var. Yəni buna diqqət eləməyiniz şərtdir məncə. Əslində Orxan, belə deyərəm ki, mən valideynlərin də orada günahı var. Çünki biz uşaq olanda hər şeyimiz nəzarət altındadır. Yəni məsələn belə deyək, hara gedirik, hara gəlirik, maraqlanırdılar. Valideyn də maraqlanmalıdır ki, sən bu motosikleti necə sürürsən və yaxud da kaskın sənin hanı. Yəni hər şeylə tək motosiklet həyatı ilə yox, övladlarınızla çalışın ki, dost olun. Yəni hər şeylə maraqlanın. Ola bilər onun səhvi olsun, ola bilər nə bilim tək motosiklet sferasında yox, hər bir şeydə. Çalışın dost olun ki, bu gələcəkdə potensial təhlükəyə çevrilməsin. Nə sizin üçün, nə də övladlarınız üçün. Düzdür. Ana heç olub ki, sürdüyün zamanlarda elə bir situasiya ilə rastlaşmısan ki, bu dəfə pis qutara bilərdi demisən. Olub. Qardaşım, bax sənin yanıma gələndə, elə indicə yaşanda onu da paylaşacaq. Açıq bir lük. Yəni az qalsın yolun problemidir artıq o. Bəli, yolun problemidir. Tək bu iş açıq lüklarla bitmir, belə deyək. Olur ki, sürücülər də təhlükəli situasiya yaradır. Olur ki, yollar sürüşkən olur və hər dəfə də deyirəm ki, bu səfər yaxşı qurtardım. Yəni təhlükəli situasiyalar çox olur. Allah qorusun bütün sürücüləri, bütün sükan arxasında olan hər kəsi. Amin. Bəs həmin situasiyalarda yaranan qorxu, həyəcanla necə mübarizə aparırsan? Bu da qəşəng sualdır. Belə deyim də qardaşım, müvəqqəti olur. 20 saniyə, 30 saniyə ərzində əl əsir, ayaq əsir. Ayaq əsir, deyirəm, nə bilim, yaxşı qurtardım, ondan sonra yenə davam edirəm. Heç də olmamış kimi. Azərbaycanda bəs moto inkişafını necə görürsən? Qəşəng sualdır bu da, çox qəşəng sualdır. Azərbaycanda moto inkişafını
mən elə görürəm ki, axır vaxtlar çalan motosiklet sürənlər çoxalıb, maşallah olsun. Amma bəzi blogerlər var ki, düzgün inkişaf yolunda getmirlər. Düzdür. Bunlar nələrdir? Diqqət yetirmişəm. Bu mövzuya da toxunmaq istəyirdim. Sənin verilişində fürsət açmışkən danışım. Məsələn, deyək ki, hamı yolları çəkməkdə sərbəstdir. Yəni hamının haqqıdır, çəkə bilər. Amma ki, belə deyək, məsələn, hər hansısa bir motosiklet sürən əlinə alıb kaskına qoyub kameranı, başlayır yolu çəkməyə. Yol kəsişməsində bir maşın çıxır, dönüb gedir. Yəni bu biraz asta tormuz versə, o maşın polnu çıxıb rahat yoluna, hərəkətinə davam eləyə bilər. Düz. Amma bu qardaş nə edir? Məsələn, partlatmaq üçün, Qazasır. qabağa getmək üçün başlayır onu çəkir, paylaşır, nə bilim, buna bax, heç nəyə baxmamış yola çıxdı və yaxud da daha sərt sözlərlə artıq bu da maşın sürənlərdə, motosiklet sürənlərə qarşı aqressiya yaradır. Nifrət hissi yaradır, bəli. Nifrət hissi yaradır, bəli. Məsəl üçün biz çalışırıq ki, hər şeyi balanslaşdıraq, maşın sürənlər bizə qarşı xoş davransın, sağ olsunlar. Şəxsən mənə yol verənlər çox. Bəli, məndə də olur. Aha. Məndə də olur, yəni gün ərzində sıxlıq olur. Aradan məsələn indi motosikl sevərlər, sürənlər daha doğrusu yolla getmirlər çox vaxt. Yəni sıxlıq vaxtı aradan istifadə edirlər. Yəni bəzi sürücülər var ki, sağ olsunlar, yəni yol verirlər, rulu döndərirlər ki, biz rahatçılıqla keçək oradan. Onlara yəni həqiqətən təşəkkürlərimizi bildiririk. Amma bəzən də olur ki, motosiklet sürənlərə nifrət bəsləyən insanlar var ki, deyirlər ki, qoy qalsın elə orada. O da nədən irəli gəlir? Həmin Anarın dediyi kimi bəzi motoblogerlər var və yaxud da apaçilər var ki, onların ucbatından, yəni biz də qurunun oduna yaş da yanır söhbəti. Yəni belə. Yəni yol vermək məcburiyyətində deyillər, amma Düzdür, həmin sürücülər bizə yol verirlər. Yəni həmin blogerlərdən də xahişim budur ki, yəni fake situasiyalar yaradıb, yəni insanlara sırf partladım deyə nifrət yaratmayın da. Düzdür. Artıq dərəcədə xahiş eləyirəm. Anladım. Bəs gələcəkdə özünü bu sferada harda görürsən? Və yaxud da harda görmək istəyərsən? Gələcəkdə bu sferada özümü o yerdə görmək istəyirəm ki, dayanmadan reklam təklifləri alım da. Yəni reklam verə bilərsiniz. Reklam təkliflərini asıram. Reklam demişkən, əziz izləyicilər, bu videonu izləyən əgər sponsorlar varsa, videomuzun sponsorluğuna görə müraciət edə bilərsiniz. Burada sizin də reklamınız ola bilərdi. Bəli. Çox qısa bir zamanda 40 milyondan çox baxış toplayıb Orxan qardaşımız Təşəkkür edirəm. 40 minə yaxın baxış sayı, 40 minə yaxın Abunə sayı toplayıbdı. Yəni bu zarafat deyil. Azərbaycanda bunu bacarmaq hər adamın işi üçün deyil. Orxan qardaşımız bunu bacarıb. Təbrik edirəm. Təşəkkür edirəm qardaşım, minnətdaram. O gün olsun sənin uğurlarını görək və gördüyünüzdə də sevinək. Minnətdaram. Təşəkkür edirəm. Ana, keçirik verilişimizin növbəti hissəsinə, hansı ki Instagramdan gələn suallar var sənə. Sənin izləyicilərin sənə vermək istədiyi sualları mənim Instagram hesabımdan sənə yönləndiriblər. Birinci sualımız odur ki, moto sürərkən ən təhlükəli vəziyyətlər nədən yaranır və kim səbəb olur? Bu da çox qəşəng sualdır. Həqiqətən ləzzət elədi bu sual. Aha. Bunu kim vermişdi bu sualı? Bunu İsmail bəy vermişdi. İsmail, həqiqətən çox qəşəng sual vermisən qardaş. Motosiklet sürmək, maşın sürməkdən çox fərqlənir də. Yəni belə deyək, tək orada sən özünün situasiyalarını fikirləşmirsən. Düz. Deyək ki, sənin qabağında da maşın var, sağ qabaq çarpazda gedən, sol qabaq çarpazda gedən, arxadan gələn. Sən burada özündən əlavə o sürücülərin yerinə də düşünməlisən, o sürücülərin gedişatına da baxmalısan, güzgüdən arxadan gələnə də baxmalısan. Yəni Bəli. bu situasiyalar çox yaşanıb. Çünki qabaqda getdiyim yerdə bir də görsən risk tormuz verdi. Vəsə, onunla sən diqqətli olmasan, ən yaxşı ehtimalla, yəni qırıq çıxıqla nəticələnə bilər. Bir də görsən qabaq sağ çarpazında gedir. Məsəl üçün güzgüyə baxıram. Orada güzgüyə baxıram ki, görüm bu insanın fikri həm güzgüdə, həm yoldadırmı, yoxsa telefonla mı oynayır, ya başı yanındakı insanla söhbətə mi qarışıb? Arxadan gələnə də diqqət edirəm ki, birdən həmçinin onda da telefonla oynaya-oynaya bir də gördün Qaz basıb gedir. hə, qazı basıb gedir və xışdadı keçdi. Düzdür. Tapdalayıb keçdi. Məsələn bu yaxınlarda da yaxşı qurtardığım bir mövzunu danışım. Bomboşdur yol, gedirəm sol palasada. Aha. Arxadan da bir Opel gəlir.
gördüm yaşıl işıq yanıb sönür. Mən artıq belə deyək də qəza dayanma işıqlarını yandırdım ki, ehtiyatlı ol, mən motosikleti saxlayacağam. Və zolağın sağ kənarına çəkdim xətlənmənin üstünə. Aha. Çünki hiss elədim ki, bu yaxşı gəlmir nəsə. Yaxşı ki də çəkmişəm, çünki qardaş həqiqətən fikirli idi, qırmızı işıq yandı, mənim o qəza dayanma işıqlarımı da görmədi də. Yəni onu da paylaşacağam. Gəldi yanımdan ötdü, keçdi, getdi qabaqda. Təbii olaraq qayıtdı arxaya sürdü maşını, üzr istədi ki, fikirli idim. Dedim, mən onu hiss elədim. Yəni çox belə situasiyalar olur. Motosiklet sürəndə tək özünün yerinə fikirləşməməlisən. Ətrafında nə qədər insan var, maşın, piyada, fərq eləməz. Hər kəsin yerinə fikirləşib güzgüdən hamıya nəzarət eləməlidir. Düzdür. Anar, bir izləyicimiz yazıb, Quliyev yazmışdı ki, uşaqlıqda foto çəkilişlər edirdin. Bəli. Fotoqraflıq. Ən maraqlı çəkdiyin şəkil nə olub və kimi çəkmisən? Bu da qəşəng sualdır. Çoxlu maraqlı şəkillərim olubdu, çəkmişəm. Amma ən yadda qalan, biraz da təsir eləyən bir məqam var idi ki, mən bir binaya sifarişə çatdırılma eləyirdim. Binanın blokundan düşəndə orada bir dənə binanın tərk olunmuş hissəsi vardı. Çox yekə bir mişqa var idi orada. Çox qəşəng də bir mişqa idi də. Atmışlar ora, tullamaq məqsədləri var idi də. O mişqa elə bir haldaydı ki, yəni onun üzündən küskünlük yağırdı da, bir belə deyək. Yəni düzdür, cansız bir əşyadır. O situasiya heç bir zaman mənim yadımdan çıxmaz. Təəssüflər olsun ki, o şəkli itirmişəm. Mişqanı götürərdin də orada. Mişqa çox yekəydi. Nə bilimsə, 2 adam boydaydı. O dərəcə. Hə, valla atmışlar, o mişqa orada çirklənmiş və küskün vəziyyətdə dururdu. O şəkli çəkmişdim, çox təsirlənmişdim. Anar, bəs xəyalındakı moto hansıdır? Rəhman bəy bu sualı vermişdi bizə. Rəhman qardaşımızı da salamlayıram. Çox qəşəng sualdır. Əslində fikrimdəki motosiklet R1-dir. Hansı? R1. Hə, R1. Yamaha R1-dir. Yəni ona da biraz çatmamıza çox var. İnşallah Allah gecindən versin, tez qismət olsun. Yaxşı sözünü, pis sözünü bilmədim. O mən də bilmədim. Söyüyor musun? Bilmədim, düz mü dedim, yanlış mı dedim, onu tutuzdura bilmədim. Ya gecindən versin mi? Nə olursa xeyirlisi olsun qardaşım. Amin inşallah. Və sonuncu bir sualımız var. Bu sualı Azərbaycanın, tək Azərbaycan yox, ümumiyyətlə, yəni dünyanın bir çox ölkələrində sevilən Azərbaycanlı sənətçi Lil Orxandan gəlmiş bir sualdır. Oo, qəşəng. Buradan Orxana da çoxlu salamlarımızı çatdırırıq. Salamlarımızı çatdırırıq. Sevilir və bu proyektin təşkilatında da Orxanın həqiqətən çox böyük əməyi və əziyyəti var. Sağ olsun. Təşəkkür edirəm Orxan qardaşım, minnətdarıq sənə. Orxan bəy sual verir ki, sürət sənin üçün hobbidir, yoxsa qaçmaq istədiyin nələrinsə simvoludur? İlk öncə bir daha Orxan qardaşa təşəkkürümü bildirirəm ki, təşkilatçılıq eləyib, dəstək olub. Təşəkkürlərimizi çatdırırıq. Mənim üçün bir fəxrdir ki, Orxan qardaşımız, yəni mənə sual ünvanlayıb, minnətdaram. Və çox qəşəng düşündürücü sualdır. Mən biraz düşünməliyəm bu haqqda. Buyur. Vaxt boldur qardaşım. Vaxt oldu. Belə deyək də qardaşım, həm adrenalindir, həm də qaçmaq üçün bir çıxış yoludur. Nəyə görə? Ən xoş vaxtımda mən onu sürəndə, məsələn, adrenalin yaşayıram, daha da xoşbəxt oluram. Bəzən də qaçış yolu olur. Düzdür, çoxsu deyir ki, məsəl üçün, keyfin olmayanda və yaxud da pis vaxtların olanda motosikletə qətiyyən oturma. Onlar da haqlıdırlar, amma məndə tərsinə bir uzə verirdim. Mənim nə vaxt ki, nastroyenam olmur, əhvalım pis olur, otururam motosikletə, sürürəm, yəni səbəbsizcə də, yəni bir məqsədim yoxdur ki, harasa gedim. Çıxıram, sürürəm, turlayıram şəhəri, ondan sonra gəlir hər şey əla, hər şey dəf. Məndə də elədir, yəni motor sürəndə insan özünü tapır sanki, yəni sakitləşir bəzən. Bədəndə yəni serotonin yaranır başda. Suallarımız bu qədər idi, Anar. Yəni sağ ol, çox sağ ol ki, dəvətimi yerə salmadın, gəldin, gələn ayaqların var olsun. Biz əslində çoxdan da Anarla bir-birimizi tanıyırıq. Hətta dekabr ayının əvvəlindən bəlkə biz danışırıq ki, bu gün görüşək, filan gün görüşək. Yəni günləri təyin eləyirik. Hər dəfə bir problem yaranırdı, görüşə bilmirdik.
üstündən nə qədər müddət keçdi və ilk görüşümüz verilişimizin ilk bölümünə rast gəldi və çox sağ ol, həqiqətən xoş oldu səni həm görməyə, həm səninlə oturub söhbət eləməyə. Mənə həqiqətən zövq verdi. Yəni mənə elə gəlir ki, izləyicilərimiz də yəni sənin burada olmağını və danışığından, söhbətlərindən zövq alaraq izlədilər bu videonu axıra kimi. Bir daha minnətdarlığımı bildirirəm. Mən də sənə minnətdarlığımı bildirirəm qardaşım. İnşallah izləyicilərimiz də zövq alıb. İnşallah. Həqiqətən yenə dönə-dönə vurğulayıram ki, mənim üçün fəxrdir ki, sənin ilk verilişində mən ilk qonağın oluram. Çox sağ ol qardaşım. Allah hamd olsun, səmimi qəlbdən deyirəm ki, bununla qürur duyuram. Və sənin ilk qonağın olduğun üçün qardaşım, mənim sənə kiçik bir sürprizim var. Ay can, ay can. Sürprizi sənə təqdim eləmək istəyirəm. Təşəkkür edirəm. O sürprizi təqdim eləyim. Bir də bu arada Lil Orxana da sürprizim var. Onu da təqdim eləmək istəyirəm. Buyur, İzləyirəm. buyur. Qardaşım, bunu anamla sənin üçün paketləmişəm. Çox təşəkkür edirəm. Bir daha təşəkkürümü bildirirəm. Çox fikirləşirdim ki, nə alım. Heç nə haqqında fikrim yox idi. Allaha and. Vallahi özüm gəl elə mənim üçün bəs idi. Yəni mən nəsə umurdum. Bizdə belə bir adət var ki, əli boş getməzlər heç yerə. Təşəkkürlər. Facebookda Hərrat səhifəsi var. Qabağıma çox gözəl bir hədiyyəlik bir əşya çıxdı. Sən də studiya açmaq istəyirdin. Bəli. Dedim ki, nə olur olsun bu hədiyyəni auksiondan udub Orxana təqdim Düşüncələrə görə təşəkkürlərimi bildirirəm. etməliyəm. Bu sənindir qardaşım. Çox sağ ol qardaşım. Anamı paketləmişik bu arada. Anama da təşəkkür edirəm ki, Təşəkkürlərimizi çatdırırıq buradan bütün valideynlərə, başladan ananın valideyni olmaq şərti ilə təşəkkürlərim. Amma bunu açacağam yəni. Bunu burada açacağam. Bu da ki Lil Orxan qardaşımızın hədiyyəsidir. Bunu Onu özü açar, bəli. Yəni mən bunu görməsim ürəyim partlayar yəni. Padnosdur bu da. Absent. İstəsən palnus kimdən istifadə Çox qəşəngdir. Oy can, ay can. Həqiqətən çox qəşəngdir də. Yəni dekor olaraq çox xoşum gəldi. Ana, təşəkkürlərimi bildirirəm qardaşım. Var olasan. Ona görə də nə deyiblər? Nə deyirlər onu ki? Alma almaya bənzər. Yox. Yəni yadımdan çıxdı. Nəysə. Çox sağ olun, minnətdaram bir daha. Bunu Bax bu öz söhbətində qoy. bunu öz studiyamda yerləşdirəcəm. Öz studiyama qoyacağam mən bunu, Allah qoysa. İnşallah qardaş. Əziz izləyicilərimiz, verilişimiz burada sona çatır. Bundan sonraki bölümləri qaçırmamaq üçün videomuza abunə olmağı və like atmağı və fikirlərinizi bölüşməyi də bizimlə unutmayın. Təşəkkür edirəm, minnətdaram. Respekt.